yolka filan belə bəzədilər. Belə gördüm, hamı həvəslə yolka zat bəzəyir. Mən həmin ili evimdə ümumiyyətlə yolka bəzəmədim. Halbuki mənim atam noyabr ayında dünyasını dəyişmişdi. Noyabrın 27-si, deməli 2010-cu ildə. Noyabrın 27-si atam dünyasını dəyişmişdi. Dekabrın 15-i idi, 20-si idi, yolka bəzədim evdə. Dedim, atam dünyasını dəyişib, amma mən qızımın onda 3 yaşı var idi. Oğlum da ümumiyyətlə 3 aylıq idi da. Yəni qızıma görə bəzəyirəm də, onsuz da. Yəni atam dünyasını dəyişəndə belə ili çıxsın sonra bəzəyərəm filan gözləməmişəm də. Amma şəhidlərin məsələsində həmin il ümumiyyətlə qurmadım yolka evdə və orada da yolka qrup şəkil zat çəkdirdi hamı. Mənə də çağırdılar, Səidə xanım siz də gəlin filan. Dedim ki, valla mən utanıb ölü bir yerə girərəm də, siz yolkanı bəzədikcə dedim, mən o qədər utanıram ki, yəni bu qədər mi tez unuduldu, bu qədər mi belə adi qarşılandı filan. Sözümü nəyə gətirdim, onu deyirəm. Ondan sonra 5 ildir, mənim üçün ümumiyyətlə belə bayram abu havası filan. O gün getdim, dünən yox, sırağa günü idi, atəşgahda. Mənim atam qəhrəmandı, mənim oğlum qəhrəmandı layihəsi çərçivəsində. Yenə də şəhid xanımları, şəhid övladları bir yerə yığılmışdı. Bir də şəhidimiz Həsən ağanın atasını, anasını da dəvət eləmişdilər ora. Şəhidimiz Həsən ağanın atasının hələ də o ağlamağı zadı nə qulağımdan gedir, nə gözümün önündən gedir. Həmzə yox, qoşmayacam da. Həmzə sən də bir tərəfdən mənə yorursan atam. Həqiqətən. Bayramınız mübarək, sizin də bayramınız mübarək. Ay Allah, mən burada şəhidlərdən danışam. Yazır ki, baboş sizin nömrə əfsaqda. Biz niyə bugünə düşmüşük görəsən? Mən düşünürdüm, biz tam başqa cür formalaşdıq da Vətən müharibəsindən sonra, amma baxıram ki, yox, heç başqa cür zatda formalaşmamışıq. Valla. Axşam içəsən, anar. Amma dediyim arağı alarsan da səninlə vuracam özdə. Baboşun dostundan nə gözləyirsən ki? Baboşdan oturub duran, onun artıq olmayacaq. Amma valla inarsız siz kimi adamlara baxanda baboşa hörmətim daha da artır. Tam səmimi deyirəm. Həmzəyə qoşula bilməzsə, Həmzə bloka atacam indi səni. Durmadan yazırsan, deyirəm ki, bura heç kimi almıram canlıya. Bir də durmadan yazırsan. Mən içki içən qadınlara da pis baxmıram. Zərrə qədər pis baxmıram. İçib özünü apara bilməyənlərə, o heç. Bir də ki, toplum içərisində içənlərə, özlərini belə ifşa eləyənlərə pis baxıram. Bəzi şeylər var ki, o sənin evin daxilində olmalıdır. Tutaq ki, ola bilsin indi, Anar bəy, sizin ola bilsin ki, evdə ananız da içir, bacınız da içir. Bunu pis mənada demirəm, ha. Bəzi xanımlar var da, onlar içirlər içki, yenə də deyirəm. Pis günə qoymurlarsa özlərini, evlərində içirlərsə, təbii ki, özləri bilərlər. Amma ki, valla mən nə anamı içən görmüşəm, nə özüm içən, düzdür, atam yeyib içən olub, böyük qardaşım yeyib içən olub, düzdür, sonra tövbə elədi, namaza başladı və uzun illərdə namaz qılır. Allah namazını, orucunu, duasını qəbul etsin. Başqa şeydir, amma ki, yəni, mən hətta içəsi də olsam belə, şükür Allah, həyat yoldaşım var, oturub bana içərəm, yəni, mənim anara filana ehtiyacım yoxdur da, zərrə qədər ehtiyacım yoxdur. Oturun için, mama ilə rumkaya vuranda bir 50 qramı da mənim sağlığıma içərsiniz. Bu millət çox dəyişdi, bəli, bu millət çox dəyişdi. Baboş soruşur ki, nə vermişsiniz, ondan ala bilmirsiniz. Baboşun soruşduğunu eşitmişəm, narahat olmayın. Mən demişəm, axı 3-də verəcəyim, yox, 5-də alacağım, yox. Millət sizi sevir, çox-çox sağ olun. Yox, TikTok millətin evini yıxmadı. Razı deyiləm zərrə qədər. Canlı yayım açmışam, nə inirik?